Yəni o yerdə ki, sənin düşmənin müqabilində zəifliyin üzə çıxar, Allaha pənah apararsan. O yerdə ki, sənin hər hansı bir hacətin olar, hər hansı bir çətinliyin olar, hər hansı bir problemin olar. Məsələn, Peyğəmbər əleyhissalama hicrət gecəsi Allah tərəfindən əmr olundu ki, Məkkəni Mədinəyə tərk elə və bu ayəni vird elə. Yəni təkrar oxu. Hansı ayədir? Bismillahirrahmanirrahim. Və cealna min beynə əydihim saddan və min xalfihim saddan və axşeynahum fəhum la yubsirun. Bu ayəni nə qədər bilirsən vird elə, yəni təkrar elə. Yəni bunlar istisna hallardır ki, imanlı bir qəlb, qorxulu bir küfrün müqabilində sıxılarsa, dilindən qəlbivə nur ötürlənər. Əgər o haldakı vird zikrə müttəsil olar. Yox, əgər adi hallardakı insanlar günah eləyirlər, məsələn üçün Subhanallah və Elhamdülillah və la heç bilmir nə deyir, dili vird eləyir, amma nə fikri, nə ruhi, nə qəlbi aparıb onu zikrə müttəsil etmirsə, təbii ki, bu virddən söhbət getmir. O virddən söhbət gedir ki, onun bünövrəsi zikirdir.